Herkese salamlayıram dostlar. Bu günlər sizlərlə 15 fevral tarixində OTK-nın 9-cu və 10-cu siniflər üçün keçirilmiş olduğu blok imtahanının ikinci qruplar üçün olan sualların izahını verməyə çalışacağım. İlk sualdan başlayırıq. Birinci sualda deyir ki, 30-dan kiçik sadə ədədlər çoxluğu A-dır. 5-ə bölünən 2 rəqəmin ədədlər çoxluğu isə B-dirsə, A kəskin B-nin sayını tap. Uşaqlar, 30-dan kiçik sadə ədədlər çoxluğu. Gəlin yazaq. 30-dan kiçik sadə ədədlər. 30-dan kiçik sadə ədədlər hansıdır? 2-dir, 3, 5, 7, 11, 13, 15, 15 yox, üzülürsə, 15 nə idi? 17, 19, 23, 29. Bax, bu bizdə 30-dan kiçik sadə ədədlərdir. 5-ə bölünən 2 rəqəmli ədədlər də B-dir. 5-ə bölünən 2 rəqəmli ədədlərdən amma eləsini yazmalıyıq ki, burada ortaq olsun da. Həmin ədədlərdən hansıdır sizcə? Bizə kəsişmək istəyir axı. Yəni, həm A-da olsun, həm B-də. Yəni, bu A-nın içində elələri seçməliyik ki, 5-ə bölünən 2 rəqəmli olsun. 5-ə bölünən 2 rəqəmli varmı burada? 5-ə bölünən 2 rəqəmli. Yoxdur, görsünüzmü? Onda A ilə B-nin kəsişməsi də boş oldu. Yəni, onların sayı 0-dır, C variantıdır. Keçdik növbəti suala. Aşağıdakılardan hansı A üstü 4B çıx AB çoxhədlisinin vuruqlarından biri deyil? Bunu vuruqlara ayıranda uşaqlar A-nı çıxarsaq nə ötürəcək xaricinə? Daha doğrusu AB-ni. Qalacaq nə? A kubu çıx 1. AB-yi dəymirik. A kubu çıx 1-i müxtəsər kimi atacaq. A çıx 1, A kvadrat. Üstə gəl A üstə 1. Kub üstür kimi. Kublar fərqi. Hansı deyir bunun vuruqlarından biri deyil? Baxırıq ki, A kvadrat üstə A üstə 1 var. Bax, bu vuruqlarıdır, bu deyil. A çıx 1 də vuruğudur. A və B də ayrılıqlı vuruğudur. Amma bu vuruğu deyil. Özü burada toplam olur, orada çıxıl olur. Cavab oldu D variantı. Növbəti sualda deyir ki, A və B tərs mütənasibdirsə, X çıx Y fərqini tap. Tərs mütənasib cəmiyyətlərdə cədvəl olanda hasillər bərabər olmalıdır. Yəni 21x 15 vur 14-ə bərabər olmalıdır. O da 105 vur y-ə bərabər olmalıdır. Bu ikisini həll etsək, deməli, burada bunları 7-yə bölürəm. Burada 2, burada 3 qalır. Bunları da bölürəm, qalır. Deməli, x olur 10. X-i tapdıq. Təzdən yazıram. 15 vur 14 bərabərdir 105 vur y. Təzdən ixtisar aparıram. Deməli, bunları aparıram. Elə 15-in 15-ə bölsə 7 dəfə düşür, səhv eləmirəmsə. Bəli. 14 də 7-yə bölünür 2. Y-də oldu 2. X-da var, Y-də var. Deyir, X-dan Y-i çıx, yəni ondan 2 çıxsaq 8 A variantı. Dördüncü sualda A ədədini 11-ə bölündə qalıq 2 alınırsa, belə bir ifadə verir, deyir 11-ə böl qalıqdır. Çalışın bu tip suallarda elə A-nı qalıq kimi götürün. Niyə görə? Çünki zaten 2 11-ə bölünmür. Ona görə qalıq elə 2-dir. Ona görə A-nı 2 kimi götürə bilərik. İndi 2-ni qoyuruq burada yerinə. 2-nin kubu üstə gəl 3 vur 2 üstə gəl 4. O da 28 üstə 6 üstə 4. Cavab 18. 18 də deyir böl 11-ə qalığı tap. Qalıq olur 7, yəni D variantı. Deyir A parametrinin hansı qiymətində bu ifadə, yəni bu cütlük bunun həllidir. Həll nə deməkdir? Yəni x, y. Birincisi x-dir, ikincisi y. Yerinə qoysaq, deməli nə olacaq? Olacaq 3 vur k üstə 1, çıx 4 vur k çıx 1, bərabərdir 6. Birinci bunu əldə edək, vuraq açaq. 3k üstə 3, çıx 4k üstə 4, bərabərdir 6. Bu edir mənfi k üstə gəl 7 bərabərdir 6, mənfi k bərabərdir mənfi 1, k da bərabərdir 1. K tapıldı. K 1 oldu. İndi silək bunu, k-nı 1 tapdıq. İndi aşağıda yerinə qoyuruq. Artıq K1-dirsə, bura olacaq 2, bura olacaq 0. Onları da bura qoyaq, A-nı tapaq da. 2-ni qoyaq, deməli, x-in yerinə, yəni 2A üstə gəl 0 bərabər 8. Buradan da A olacaq 4, yəni Y variantı. Altda belə bir ifadə verib, deyir ki, bu bərabərsizlik hansına uyğun gəlir. Baxın, burada 2 qaralanıb, burada qaralanmayıb, boş buraxılıb. Qaralanıbsa bərabər deməkdir, qaralanmayıbsa bərabər deyil deməkdir. Yəni, biri parçadır, biri interval. Və fikir verin, mənfi 2-dən böyüklər rənglənib. Mənfi 2-dən böyüklər rənglənib, 3-dən kiçiklər.
Mənfi 2-dən böyük, 3-dən kiçik olmalıdır və mənfi 2 daxildir, bərabər olmalıdır. Yəni cavab C variantı olur. Biri böyük, biri kiçik olsun ki, kəsişsinlər də bunlar. Sistem kəsişmə deməkdir. 6-da oldu C. Gəldik 7-ci suala. Deyir ki, Fidanın 5 imtahandan aldığı qiymətlərin ədəd ortası 83-ə bərabərdir. Fidan növbəti imtahanda ən az neçə bal alsın ki, ədəd orta 85-dən az olmasın. 5 dənə imtahanda aldığı qiymətlərin ədəd ortası 83 isə, onların cəmi 5 və 83-dür. Deməli, 5 imtahanda bu qədər bal yığıb. Üstünə də növbəti imtahan, 6-cı imtahan deyək də buna. 6-cı imtahanın balını gəldim, x-i. Bölürəm 6-ya, çünki 6 imtahan vermiş olur da. Belə bir şey deyirəm, bu 85-dən az olması nə deməkdir? Yəni, ya 85-ə bərabər olsun, ya da 85-dən böyük olsun. Böyük bərabər olsun da 85-dən. Yəni, az olması nə deməkdir? Böyük bərabər. Bunu həll eləsək, 5 və 83 eləyəcək bizdə. Deməli, 415 üstəgəl x böyük bərabərdir. Bunları çarpaz vursaq, deməli, 85-i 6-ya vursam, 48-də 510 eləyir səhv eləmirəmsə. 510. Aha. İndi buradan da həll eləsək, x böyük bərabərdir. 510-dan 415 çıxsaq, eləyəcək 95 bal. Ən az 95 bal yığmalıdır. Bu da belə getdi. Bunu da silirəm. Cavab 95. Keçirik növbəti suala. Maraqlı bir sualdır. Uşaqlar, z çıx x modul verilib, nə bilim, x çıx y verilib, z çıx y verilib. Bunları tapmaq lazımdır burada. Necə tapacaq? X çıx y zaten məlumdur. Bizim məqsədimiz z çıx y və z çıx x-i tapmaqdır. Nə edəcəm mən burada? X çıx y bərabərdir -5 yazacağam. Y çıx z bərabərdir 3 yazacağam. Və bizə bax z çıx x lazımdırsa, burada -z də görürsünüz. Mən bunu müsbət edəcəm. Yəni hər tərəfi -1-ə vururam. Və yuxarıda yazıram. Z çıx y, bax bunun hər tərəfi -1-ə vururam. Bərabərdir -3. Gördünüz, z çıx y, yəni bax buranı tapmış oldum. Və bunu da aşağısına köçürdürəm. Yəni x çıx y bərabərdir -5. İndi uşaqlar, bunları alt-alta çıxacam. Yuxarıdan aşağına çıxacam. Bunlar gedəcək. Olacaq z çıx x bərabərdir 2. -3-dən -5 çıxdım da. Bax, bunu tapmış oldum. İndi yerinə qoyacam. Deməli, modulda z çıx x, yəni modulda müsbət 2 tapmaq. Çıx. Z çıx y, baxın burada -3 tapmışam, -1-ə vurmaqla. -3 və modulda x çıx y, o da -5-dir, modulda -5. Biz bilirik ki, modul mənfi nodur, yəni 2 çıx. Bax, bu mənfi ilə bu mənfi toqquşur, müsbət olur. Yəni, bura müsbət yazıram. Deməli, bura 3 yazıram. Modul -5-lərdən 5 çıxır. Olur 2 üstə 5-dir, yəni 2 tam, onda 6, yəni D variantı. Maraqlı sualdır, biraz çətin sualdır. Oturacağı 10 kökçü olan bucaqlardan biri 120 olan bərabər yanlış bucağın yan tərəfdə. Qayda deyim də sizə hazır. Əgər bərabər yanlış bucağın təpə bucağı 120-dirsə, onda belə bir qayda var. Tərəflər adisa oturacağı A köklü 3-dür. Bu da hardan çıxır? Bura bir dənə hipotenuza indirirsən, 60-30-dan Pifagor qaydası var deyə oradan tapmaq olur. Sadəcə olaraq rahat olsun yenə bunu yazdım sizə. Oturacağı 10 kök 3-dür. Kök 3-lər getsə tərəfi olacaq A, yan tərəfi olacaq, yəni 10. Cavab D. 10-cu suala baxırıq. Deyir, tənliyin kökləri qarşılıqlı əksədilərsə böyük kökünü tap. Çevirmiş kvart tənlikdə özdə. Köklər qarşılıqlı əksdirsə, onların köklər cəmi 0 olmalıdır. Çünki qarşılıqlı əksədilərin cəmi 0-dır. Köklər cəmi də burada mənfi A çıx 7-dir, yəni 7 çıxadı da. 7 çıx A-nı bərabər edirəm 0-a. Deməli, A da olur buradan 7. A tapıldı. Bizdən A-nı istəmir ki, aparıb yerinə qoysaq. Deməli, x kvadrat. A-nı yerinə 7 qoysaq 0 eləyəcək. Və bu yana da qoysaq 7 nə olacaq? Deməli, -28 üstəgəl 3. O da eləyəcək -25. Bunu da əldə eləsəm x kvadrat 25-dir. X ya 5-dir, ya -5-dir də. Böyük kök istəyir, cavab 5C variantı. 11-ci sualda maraqlı sualdır. Deməli, buraları silirəm. 11-də deyir ki, belə bir çevrə verib, radiusu 6-dır. Bizə deyir ki, BAC 15 dərəcədir. Baxın, BAC bucağı buradır. Bura 15 dərəcədir. Onda bura 30 dərəcədir. Çünki Q sökəndi daxili bucağın 2 qatıdır.
ABD 45'dir. Bax, bura 45'dirsə, bura 90'dır. Bax, bura 90'dır. 90. Bizə deyir ki, BMD, yəni bu hissə ilə bu hissənin uzunluqları cəmi tapır. Qövsün uzunluğu 30-90'ı yadda saxlayaq, 30-90. Və çevrədə 360 dərəcə olmur. 360'dan çıxıram, 30 ilə 90'ın cəmini, yəni 120'ni çıxıram, qalır 240 dərəcə. Düzdürmü? Qövsün uzunluğu düsturda belədir, pi r alfa böl 180. Burada r radiusdur, alfa mərkəzi bucaq və yaxud da qövsün dərəcə ölçüsüdür. Bizdə də 240 qaldı geriyə. Elə buramı alfa yerinə qoyacağam. Pi vur radiusda 6'dır, vur 240 böl 180. Bunları böləcəm deməli. 60'a burada 3 qalacaq, burada 4. Altına da 3 ixtisar qoyacam, cavab olacaq 8 pi, yəni D variantı. 12-ci sualda maraqlı sualdır. Şolar burada birinciyə dəymirəm. Üstəgəl bu ifadənin aşağısına bir dənə 1 atıram elə bir ki. 1-də kökü çıx kök 2. Və nə edəcəm? Məxrəcləri eyniləşdirəcəm. Yəni bunu da vuracam ya da irrasionaldan alt da eləyə bilərsiniz. Bunu da kök 3 üstə kök 2'yə vuracam. Bunu da kök 3 üstə kök 2'yə vuracam. Belə bir şey. Bərabərdir. Aha. İndi nə olacaq? Ortaq məxrəc kök 3 üstə kök 2 oldu. Yuxarıda oldu 5 üstə gəl 2 kökdə 6 üstə gəl. Bu da müxtəsərdə vurub açanda olacaq deməli 3 çıx 2'dən 1. Düzdürmü? Olacaq 6 üstə gəl 2 kökdə 6 böl kök 3 üstə kök 2. Belə bir ifadə oldu. İndi nə edəcəyik? Yuxarını silirəm. Buradan mən bir dəqiqə. Buradan mən yuxarıdan nəyi çıxara bilərəm? 2'ni. Çıxarsam qalacaq 3 üstə gəl kökdə 6. Düzdürmü? Aşağıda kök 3 üstə kök 2'dir. İndi məxrəci də sürətdə məxrəcin qoşmasına vuracam. Aşağı buradan silək. Kök 3 üstə kök 2'ni də vuracam. Kök 3 çıx kök 2'yə. Və həmçinin bunu da vuracam. Kök 3 çıx kök 2'yə. Aşağı yenə 1 eləyir. Müxtəsərə görə yazmıram. Elə bunu hesablayacam. 2 vur. Bunu vurub açıram da. Bir-bir vurub açıram. Olacaq nə? 3 kök 3. Çıx 3 kök 2. Üstə gəl kökdə 18 eləyir. Onu da 3 kök 2 kimi yaza bilərəm də. Çıx. Bu da eləyir deməli. Kökdə 12 o da eləyir 2 kök 3. Səhv eləmirəmsə. Mənfi 2 kök 3. Aha. Bunlar getdi. 2 vur. 3 kök 3'dən 2 kök çıxıram. 1 kök 3 eləyir. Cavab 2 kökdə 3 yəni B variantı. Biraz çətin kök altı sualı idi. 13-cü suala baxırıq uşaqlar. Deyir, böyük diaqonalın uzunluğu 9 cm olan düzgün altıbucağlının perimetrini tap. Düzgün altıbucağlının böyük diaqonalı onun tərəfinə 2 qat olur. Ona görə tərəf olur 4,5. Perimetrdə altıbucaqlı deyən 6'dan vuram 4,5'ə. O da eləcək. Deməli 27 eləməlidir, səhv eləmirəmsə. Bəli, B variantı. 14-cü sual uşaqlar çətin görsənsə də vurub açırıq bunu. Görəcək ki, müxtəsər düstur olacaq. A kubu çıx 3A kvadrat B. Deməli, üstə gəl 3AB kvadrat çıx B kubu. Bu olacaq. Birinci bunu vurdum, sonra bunu vurdum. Oldu bu A çıx B'nin mötərizə kubu. A da var, B də var. Yəni 5 tam %52'dən 2 tam 25'də 13'ü 10'luq kəsrə çevirsəm o da %52 edir. Çıxıb kuba yüksəldəcəm. O da eləcək 3'ün kubu, yəni 27 variantı. 15-ci suala baxırıq uşaqlar. Deyir, dəyişənin hansı mənfi qiymətində kəsrin qiyməti 0-a bərabərdir. Kəsrin qiymətinin 0 olması üçün onun surəti 0-a bərabər olmalıdır. Amma bir şərtlə ki, məxrəc 0 olmasın. Görək, bunu əldə eləsək, buradan x3 alınır. Buradan -5. Və bu -5 məxrəci 0 eləmir, yəni də götürə bilərik. Cavab D variantı. 16-cı sual. Belə bir ifadə verib, deyir, bunun vurğuları verilib, B imhasını tap. Açıq aydın bu görünür ki, bu A kvadrat çıx 36'dır da. A kvadrat çıx 36'dır ki, A çıx 6, A üstə 6 kimi açılıb. Belə çıxır ki, buradakı M bu 2'dir. M 2'dir. A üstə B'də burada B 6'dır da.
M də var, B də var. Onların da hasili olacaq 12, yəni D variantı. 17-ci sualda deyir ki, ABC-lər cüt-cüt qarşılıqlı sadədir. Yəni nə deməkdir bu? Yəni A ilə B, A ilə C, B ilə C bunlar qarşılıqlı sadədir. Qarşılıqlı sadə edilən əbabaların əbaba 1-ə əkabaların hasilinə bərabərdir. Yəni 1 üstə gəl BC. 1 üstə BC. BC üstə 1 yaza bilərik də buna. E variantı. Deyir, aşağıdaşlardan hansının kök 12 cəhası rasional deyil, yəni irrasionaldır. Bunu yoxlamadan demək mümkün deyil. Bax, bu olmaz, niyə? Bu kök 3-ü mən kök 12-yə vursam kök 36 eləyər. Oradan 6 çıxar, bu rasionaldır. 3-də 1-i vursam 12-yə kökün altında, kökdə 4, oradan da 2 çıxar, bu da deyil. 25 bölü 3-ü vursam 12-yə ixtisar getsə 100 eləyər, oradan da 10 çıxar, bu da deyil. 2 dənə variant arasında qaldıq. Ya B-dir, ya A-dır. Gəlin B-ni yoxlayaq. 3-də 2-ni vuraq 12, amma kök altında. İxtisar getsə olacaq 8, 8-dən kök çıxmır, cavab B. Hepsini yoxlamağa dəyməz. 19-cu sualda uşaqlar deyir ki, parça 4 dənə hissəyə bölünüb. 4 hissəyə bölünüb. Amma bərabər hissə demir də. 4 dənə hissəyə böldük, müxtəlif hissədə yəqin ki. Birinci hissəyə A deyirəm, ikinci hissəyə B, 3-ə C, 4-ə D. Deyir, birinci və dördüncü hissələrin ortalar arasındakı məsafə 90 A-dır. Hərəsinə 2-2 deyək ki, rahat 2-yə bölə bilək də. Kəsir olmasın misalda. Aha. Deyir ki, birinci və dördüncü hissənin ortası, birinci hissənin ortası ilə dördüncü hissənin ortası arasındakı məsafə deyir 90-dır. Yəni, buradan bura 90-dır. Bura bilir ki, 1 A-dır, yarı bölünür. Bu 2B idi, bu 2C idi, bu da 1D idi. Yəni, A üstə 2B üstə 2C üstə D bərabərdir 90-a. Sonra deyir ki, ikinci və üçüncü hissənin ortası. İkinci və üçüncü hissənin ortası haradır? İkinci hissənin ortası burada uşaqlar. Bax, bura. Üçüncü hissənin ortası da bax, buradır. Buranı da bizə verib nə? Yəni, B üstə C də bura. B üstə C-ni də bizə verib 35. Düzdürmü? Bizdən istəyir parçanın uzunluğunu tapmağımızı. Uşaqlar, B üstə C 35 isə onun 2 qatıdır. Aparıb yerinə qoysaq, yəni bura 70 qoya bilərik də bura. Olacaq A üstə D bərabər 90 çıx 70-dən 20. Bu belə. A üstə D-imiz də var, B üstə C-imiz də var. Bizdən ümumi parçanı istəyir. Ümumi parça 2 dənə A üstə B üstə C üstə D deyil. Hərəsində 2 demişik. Aparıb yerinə qoysaq, bunların cəmi bizə A üstə B üstə C üstə D-ni verir, yəni 55-i verir. 55-də 2-yə vursaq 110, yəni C variantı olar. Bu da maraqlı bir sualdır. 20-ci sualda, bax, görürsünüz, qarşılıqlı tərs ədədlər verirlər. Bir-birinin tərsidir və hər biri naturaldır. Yalnız və yalnız 1 elə bir ədəddir ki, onun tərsi də naturaldır. Yəni, uzun sözün qısası, burada bu kəsir, bax, bu kəsir. 1-ə bərabər olmalıdır. 1-ə bərabər olmalıdır. Və yaxud da, belə deyim də, 1-də 1 olmalıdır. Yəni, bir-birinə bərabər olmalıdır bu kəsirlər. Elə 1-ə bərabər olmalıdır. Burada 5M bərabərdir 5-dən. Yox, bir dəqiqə nəyə səhv edim. Bax, 5M çıx 4, 4M üstə 3, 4M üstə 3, 5M çıx 4. Aha, 5M çıx 4, 4M üstə 3. Bir də 4M üstə 3, 5M çıx 4. Deyir, M-in hansı kəsirin özü 1-ə bərabər olmalı deyirəm. Götürüb sürəti məxrəci 1 eləyəm, üzülürsən. Deməli, dedik ki, yalnız 1-dir ki, özünün tərsi təzədən natural olsun da. Yəni, bax, bu ədəd hər nədirsə, bu 1-dir. Çarpaz vursam, yəni 4M üstə 3 bərabərdir 5M çıx 4-dən. M-ləri bir tərəf atsaq, ədədləri bir tərəf. M olacaq 7, yəni cavab C variantı. 21-də deyir ki, A, B, C-ni müqayisə et. Biz də bilirik ki, eyni dərəcənin köklərini müqayisə etmək üçün onları eyni dərəcəyə gətirmək lazımdır. Yəni, kök 3 deyil, bunu ikinci dərəcəsi var da burada. Bunu vuracam, bax bu 2-dir, bu 3-dür, bu 4-dür. Bunlar ortaq 12-dir, ona görə bunu vuracam 6-ya. Amma bunun da üstünə 6 yazmaq şərti ilə. B-ni, deməli, B neçənci dərəcə idi? B 3-cü dərəcə idi. Bunu vuracam, deməli,
4'ə, amma altında üstünə 4 yazacağım. Və 4-cü dərəcəni də vuracağım 3'ə ki, eyni olsun da 9'un üstünə 3 yazacağım. Baxın, bu da 12-ci dərəcə oldu. Bu da. 3 üstü 6, 6 üstü 4, 9 üstü 3. Bunları müqayisə etmək lazımdır. 3 üstü 6'mız deməli neçə edəcək? Səhv eləmirəmsə 729 eləməlidir. 27'nin kvadratı. Deməli. Bəli, 729. 6 üstü 4, 36'nın kvadratıdır. O da eləcək 1296 və 9'un kubu da 9 vur 9 vur 9'dan 729. Gördünüz, bunlar eyni də bərabərdir və ən böyükləri B-dir. Yəni A C-yə bərabərdir. Onlar da kiçiltmədən B-dən cavab Y variantı. 22-ci suala baxırıq uşaqlar. Deyir, ən böyük fərqi tap. Ən böyük fərq verilən sırada ən böyük ədəddən ən kiçik ədədin çıxılmasından alınır. Yəni, burada açıq aydın ən kiçiyi budur, çünki 0 tamdır. Bunları müqayisə etmək üçün bu ikisini belə eləyəcəm. 3,2 dövrə düşən ədədi çoxlu yazacağım. Burada dövrə düşən 21'dir də. Fikir verirsinizsə, burada bunlar eynidir, amma burada 2 daha böyükdür. Yəni, bu daha böyükdür. Bu da ən kiçikdir. Bunları çıxaq bir-birindən indi. Yəni 3 tam dövrdə 21'dən çıxacam 0 tam %21'ə. Bu necə çıxacaq? 3 tam 99'da 21'dən çıxacam %21'ə. İxtisar aparsam 3'ə. 3 tam 33'də 7 çıx %21. Çox qəribə ədədlərdir. Deməli, bu da olacaq 3 tam ortaq məxrəc 3300'dür. Bu da 100 qalır, olur 700. Çıx 33'ü də 21'ə vuran da 693 edir. Derəcə 3 tam 3300'də 7 səhv eləmirəmsə. Bax, belə bir qəribə ədəd alındı. Görək bu verilən variantlardan hansına uyğun gəlir. Bunu biz gətirsək 9900'ə 3'ə vursaq hər tərəfi 9900'də 21 yazsaq. Niyə belə elədim? Bax, cavab A'dır. Çünki biz dövr sayı qədər 9, qıradakı sayı qədər 0 yazırdıq. Bax, ona görə cavab olur A variantı. İnşallah ki, hesablama səhv eləmədim. Keçirik növbəti suala. Deyir, katetləri x, x-dəki və hipotenusu x-də olan düzbucaqlı üçbucaq. Yəni, bax, söhbət bu üçbucaqdan gedir. Bunun, deyir, tərəfləri üzərində qurulmuş bərabər tərəfli üçbucaqların perimetrləri cəmini tap. Əvvəlcə buradan Pifaqor eləsəm. Mən əslində baxan kimi bilirəm ki, bu 6, 8, 13 bucaqdır. Hardan bilirəm? Çünki bura 6 qoyanda, bura 8 olur, bura 10 olur və Pifaqor üçlüyünü ödəyir. Sadəcə bu ətraflı necə yazmaq olar? Katetlərin kvadratları cəmi bərabərdir hipotenusun kvadratına. Bunu əldə etsək, x kvadrat üstə x kvadrat üstə 4x üstə 4 müxtəsər açılır. X kvadrat üstə 8, x üstə 16. Bunun birini ixtisar aparım, olur x kvadrat. Bu ikisini atıram sol tərəfə. Çıx 4x, çıx 12 bərabərdir 0. Köklər hasili mənfi. Köklər cəmi müsbət 4. Köklər hasili mənfi 12 olan 2 ədəd tapmalıyıq. Biri deməli 6'dır, biri mənfi 2'dir. Mənfi tərəf olmur. Həqiqətən x oldu 6. Deməli, bura 6'dırsa, burada 6'dır. Burada 6'dır. Bura 10'dur. Burada 10'dur. Burada 10'dur. Bu da 8, 8, 8'dir də. Perimetrlər olacaq deməli 3 vur 6 üstə 3 vur 8 üstə 3 vur 10. O da olacaq 18 üstə 24 üstə 30. Deməli 18 üstə 24 üstə 30 eləcək 72. Bu qədər. Keçirik 24-cü suala. Deyir, katerin axına qarşı olan sürəti. Axına qarşı sürət deyəndə V katerdən V çayı çıxırıq. Bu bərabərdir. Çayın sürətini 7 dəfə çoxdur. Yəni 7 dənə çay deməkdir bu. Bunu da bu tərəf atsaq, katerin sürəti deməli 8 dənə çaya bərabərdir.
Deyir, axınla olan sürət. Axınla sürət də VKT üstə V çay deyil. Aparıb VKT yerinə bunu qoysa, olacaq 8 dənə V çay üstə V çay. Yəni, axın ilə sürət olacaq 9 dəfə çaydan çox. Bizə deyir ki, çaydan nə qədər çoxdur? 9 dəfə. 25-ci sualı baxırıq. Uyğun tərəfləri perpendikular olan bucaqlardan biri digərinin 3 dəfə kiçikdir. Biz dedik ki, uyğun tərəfləri perpendikulyar və ya paralel bucaqlar ya bir-birinə bərabər olur, ya da cəmləri 180 dərəcə olur, düzdürmü? İndi burada biri o birisindən kiçiksə 100% cəmləri 180-dir. Biz kiçik bucağa x, böyük bucağa 3x yazıb toplayıb 180-ə bərabər eləyək. 4x-imiz 180 dərəcədir. X-imiz 45 dərəcədir. Böyük bucaq istəyir. Böyük bucaq 3x-dir. 3-ü də 45-ə vururuq, olur 135 dərəcə. Belə. Deməli, növbəti sual çoxluq sualdır. Deyir, Euler-Venn diaqramında AB çoxlar üçün belə bir şərt verilib və diaqramda x-lar verilib n-anın, yəni a-nın sayını tapmağımızı istəyir. Bu nə deməkdir uşaqlar? Bu deməkdir ki, B-dəki elementlərin sayını 3-ə vuranda, A çıx B-dəkilərə də 5-ə vuranda bərabər olur. A çıx B buradır. B isə bunun hamısıdır. Gəlin eləyək. Dediklərim bir-bir eləyəcəm. 3 vur NB, yəni 3 vur. B bunun hamısı da toplayıram olur 4x üstə 5. Bərabərdir. 5 vur A çıx B-də 2x üstə 7-dir. Bu tənliyi həll edirəm. Vurub açıram 12x üstə 15 bərabərdir. 10x üstə gəl 35. Buradan 2x bərabərdir. 20-dən x olur 10. Bizdə A-daşların sayı istəyir. A da bunun hamısıdır. Yəni bizdəki A elementin sayı 3x üstə 8-dir. X-a da 10 qoysa olacaq cavab 38. Növbəti sual 27-ci sualdır. Deyir ki, uyğunluğu müəyyən et. Düzgün 5 bucaqlı, bərabər tərəfli üçbucaq və kvadrat. Birinci perimetrlərdən baxaq. Düzgün 5 bucaqlının tərəfi adırsa, perimetri 5A olar da təbii ki, Y variantı. İkincidə deyir ki, bərabər tərəfli üçbucaq, o da 3A olar da perimetri. 3 tərəfi var axı, D və kvadratın 4 tərəfi var, o da 4A olar. Bu da C. Sahə isə bərabər tərəfli üçbucaqda kök 3A kvadratı bölü 4-dür. Yəni, deməli, B uyğun gəlir bura. A heç birinə uyğun gəlmir. Çünki elə bir düstur, nə kvadratı, nə də bir düzgün 5 bucaqlının sayısı ola bilər. Və qaldı nəhayət sonuncu suallar, situasiyalar. Onları da eləyək, bitirək videonu. Situasiyanı əvvəlcə diqqətlə oxuyaq. Görək nə deyir. Deyir ki, əkin sahəsi düzbucaqlı şəklindədir. Buraya şəkillər kimi buğda, arpa və qarğıdalı əkilib. Buğda və arpa əkilən sahələrin hər biri 3240-dır. 40 kvadrat metrdir. Qarğıdalı əkilən sahə isə 4320 kvadrat metrdir. Bir sualları oxuyuruq. Deyir, ümumi tarlanın tərəfləri ABC 3x-dir. 3 bölü 4 nə deməkdir? Yəni 3x buradır. BC də 4x-dir. Onda burada 3x-dir, burada 4x-dir. Aha, deyir perimetri tap. Uşaqlar, sahə deyəndə en uzunluğa vurmuruq. Yəni 3x-i vururuq 4x-ə. Bərabər edirik. Bütün sahələri də, yəni buradakı bütün sahələri toplayırıq. Bax, 3242 dənədir. Çünki buğda və arpa deyir. Bir dənə 4320 var. Yəni 2 dənə 3240 düz yazımda üstə gəl. Bir dənə də 4320. Deməli, 2 dənə 3240, 2 dənə 3240 eləyir, deməli 6480. Üstünə gəlsək 4320-ni o da eləyəcək 10800. 10800-də burada 3 vur 4 12 eləyir. 12-yə böləcəyik x kvadratını tapmaq üçün. Bunu böləcəyik 12-yə. Eləyəcək 900. 900 də nəyin kvartıdır? 30-un. Deməli, x oldu 30. Bu tərəfin biri olacaq 90, biri olacaq 120. Düzdürmü? Perimetr istəmir. Perimetrdə 2 vur A üstə B düsturuna görə olacaq deməli. 2 vur 90 üstə 120-dən 420. Belə. Birinci sualı həll etdik. Keçdik ikinci sualı. Yadda saxlayaq, o birisində ola bilər ki, istifadə elədik. Deyir, tarlanı mühafizə etmək üçün onun kənarlarına 3 sıra olmaqla tikanlı məftil çəkilir və bunun üçün tələb olunan sütunlar arasındakı məsafə 3 metr olmalıdır. Uzunluğu 63 metr olan bir top, deməli, tikanlı məftilin qiyməti 95 manatdır. Bir sütunun qiyməti isə 40 manat olarsa,
Tikanlı məftil və sütunların alınması üçün nə qədər pul lazımdır? Aha, maraqlı bir sual. Burada həm sütunlara pul gedir uşaqlar, həm məftilin çəkilməsinə pul gedir. Əvvəlcə hardan başlayaq? Əvvəlcə buradan başlayaq ki, 3 sıra çəkilirsə, perimetr boyunca çəkilir də. Perimetrdə bayaq 420 tapmadıq. 420 vuracaq 3-ə ki, görək nə qədər ümumi məftil gedir. 1260 metr məftil. Düzdürmü? Bir top məftildə də 63 metr olduğuna görə görək neçə top məftil gedir. 1260-ı bölürük 63-ə. Bu zaman biz alırıq 20 top məftil. Hər top məftil də 95 manat daxı. 20 vururuq 95-ə eləyəcək 1900 manat. 1900 manat getdi məftillərə. Aha, indi dirək sütunların sayına baxaq. Deməli, hər ara 3 metr deyil, perimetr boyunca 420 metr deyil. 420-ni bölürük 3-ə görək nə qədər ara var? 140 dənə burada ara var. Düzdürmü? 140 dənə interval var da yəni. Yəni demək 140 dənə dirək çəkilməlidir. Bu belə. 120 dirək. Bunu bildik. 140 daha doğrusu dirək lazımdır və hər dirəkdə nə qədərdir? 40 manatdır. Bir sütun dirək. 140-ı da vururuq nəyə? 40-a. O da eləyir 5600 manat. Aha. Bayaq deməli nə qədər xərc çəkilmişdi? 1900, indi 5600. Cəmi olacaq 1900 üstə 5600-dən 7500 manat pul. Cavab 7500. Və nəhayət növbəti və axırıncı suala baxırıq. Deyir, tarlanın suvarılması üçün A künc boyundan su kranı yerləşdirilməlidir və bu krana elastik su ötürücüsü şlanq birləşdirilir. Bunun üçün bütün sahəni suvarıla bilməsi üçün nə qədər, ən az neçə metr boru olmalıdır? Uşaqlar, burada ən çox uşaqların səhvi nədə ola bilər? Baxın, A küncündən biz dedik ki, baxın, burada izah edeyim onu. Biz dedik ki, en oldu 90, uzunluq oldu 120. Deyə bilərsiniz ki, ay müəllim, A-dan ən yaxın məsafə, məsələn, B-ni götürək də, çünki burada daha qısadır da 90. Amma bu 90-ı götürsək, burada olsa boru. Bu boru 90-dan ancaq buranı suvaracaq da, 90 olan hissəni suvara bilər, düzdürmü? 90. Yəni, bu uzun, daha doğrusu burada deyəndə bu uzunluqda boru olsa, 90 uzunluqda boru 90-dan oynasın suvara bilməyəcək axı. Bizə deyir ki, ən az neçə olsun ki, bütün sahəni suvara bilsin. Bunun üçün ən az neçə, nə qədər boru istəyirsə, biz belə deyək də, ən uzun borunu hesablayacaq bu çərçivədə. Bu diaqonal olacaq. Yəni, gərək boru maksimum uzun olsun ki, bütün sahəni suvara bilsin. Bunun üçün biz AC diaqonalı tapacağıq. Bax, AC diaqonalı. Bax, buranı tapacağıq. AC diaqonalı. Tərəflər də deməli 120-nin 90-a deyildi. 120-nin 90-a. Buradan bura x desək, Pifagor eləyəcək də 120-nin 90-a. Diaqonalın kvartı bərabərdir 120-nin kvartı üstə 90-ın kvartı. O da eləyəcək deməli 120-nin kvartı 1440 eləyir. 90 kvartda 8100 eləyir səhv eləmirəmsə. Deməli 1440-ın da üstünə gələndə 8100 eləyəcək. Düz hesabladım da. 9540 eləyir desənə. Doqquz min 540 mı eləyir? Neyse, səhv eləmədim bir dənə. Bax, 120-nin kvartı. 120 tapdıq da bayaq dəqiqə. Yoxsa 120 tapmadıq. 30, 4 dəfə 30, 120, 3. 2250. Bu 8000. Bir dəqiqə. 120-nin kvadratı. 14.000 Ölçsəydik. şu an. 14004. Sən deyirəm, mən səhv hesablayıram. Üstə gəl. 8100. 22500. Bu da 150-nin kvartı. Cavab 150 metr boru lazımdır bizə. Sualları izah elədim. İndi texniki səhvim olubsa da üzrlə hesab eləyin. Çalışdığım qədər dəqiq izah elədim sizin üçün. Hamıya imtahanda uğurlar. İnşallah ki, hamı istədiyi nəticəni toplayar. Bu cür videolar üçün kanalıma abunə olub bildirişləri açmağı unutmayın.
Videona like edib rəy yazsaz, videonu paylaşsaz ki, çox insanın qarşısına çıxsın, çox sevinərəm. Sağ olun uşaqlar.